Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başladığı geniş miqyaslı təcavüz köhnə dünya düzəninin tamamilə dağılmasına səbəb olan əsas təkan olub. Today Press TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz Facebook hesabında yazıb. O qeyd edib ki, bu müharibə ilə BMT başda olmaqla bütün mövcud beynəlxalq institutlar fəaliyyət qabiliyyətini itiriblər. Hüququn gücü isə yerini gücün hüququna verib. Hazırda yeni güc mərkəzlərinin axtarışı gedir və bu axtarışın istiqaməti tam aydınlaşmayınca təəssüf ki, Rusiya-Ukrayna cəbhəsində müharibə davam edəcək. Stat: Dünya çox qütblülüyə doğru gedir və hələlik iki əsas mərkəz ABŞ və Çin aydın görünürsə də artıq yeni güc mərkəzləri də öz söz hüququnu tələb edir. Onlar mövcud status quo-ya, o cümlədən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünə verilmiş veto hüququna razı deyillər. Belə yeni mərkəzlərdən biri də sürətlə nüfuz qazanan Türk Dövlətləri Təşkilatıdır. Bu təşkilat bir neçə gün öncə Azərbaycanda keçirilən 12-ci zirvə görüşündə türk dilli ölkələrin siyasi və iqtisadi baxımdan vahid bir məkanda birləşməsi istiqamətində növbəti addım atdı. Summit inteqrasiyanın dərinləşdirilməsi ilə yanaşı təhlükəsizlik məsələlərini də əhatə edən mühüm qərarların qəbuluna təkan verdi. Statın sonu. Professor vurğulayıb ki, Avropa İttifaqı və NATO acı təcrübə yaşayıb. Rusiyanın Ukraynaya təcavüzü qarşısında tam hazırlıqsız qalan Qərb isə fiyaskoya uğrayıb. Buna görə də Türk Dövlətləri Təşkilatının yeni dünya düzənində mümkün çağırış və risklərə sistemli, operativ şəkildə hazır olması son dərəcə vacibdir. Bu, təşkilatın çevik reaksiya verməsi və Avropa İttifaqı ilə NATO'nun müasir tarixdə buraxdığı səhvləri təkrarlamaması üçün əsas şərtdir. Ramiz Yunus sonda Amerikalı filosof və yazıcı George Santayanadan stat gətirib. Keçmişi unudanlar onu təkrar yaşamağa məhkumdurlar. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.